Salam olsun millət, hər vaxtınız xeyirli olsun. Bu günlərim Vüsal bizim qonağımızda. Vüsal, sən xoş gəlmişsən. Vüsal çox savadlı bir gəncdir. Onun 18 yaşı var və Tibb Universitetinə imtahandan 660 bal. Bəli. Maksimal bal 700 baldır. Demək olar ki, maksimal balı toplayıb, baxın, nümunə götürün. Vüsal həqiqətən də fəxr olması bir şeydir. Sağ ol. Yəni bu 670 bal toplayana kimi belə deyim, nələr elədin, nə çətinliklərdən keçdin? Həyat tərzində dincəlməyə, istəsəmə vaxtın oldu mu, amma yoxsa təhsil? Hər ikisinə vaxt ayırdım, həm əyləncə, həm təhsil. Ancaq təhsil üstünlük idi. Hər zaman. Məncə 670 balı, 660 bal toplamaq, 660 bəli, düzəldi. 660-ı yığmaq üçün böyük bir əziyyət çəkmişsən. Davamlıq lazım idi, davamlı təhsil. Amma eyni zamanda sən istirahət eləməyə vaxtın olub. Mütləq. 660 bal, hansı ixtisas üzrə, daha doğrusu? Müalicə işi, müalicə profilaktika fakültəsi istəyirəm. İnşallah ki, o istədiyin fakültəyə qəbul olacaqsan. Onsuz olmusan demək olar ki. Cavablar çıxmasa da, amma biz bilirik ki, qəbul olmusan. Vüsalın dostu da buradadır. Elə hal-hazırda bizi çəkən də qardaş da ki, 600 balla səhiyyədə hal-hazırda Amidə oxuyur. 2-ci kursdadır, səhv etməmsən. Və sənə belə bir söz verilmişdi ki, sən qəşəng bir nəticə əldə eləsən. Bizim gözəl nənəmiz, adı nədir? Həqiqət. Həqiqət xanım Vüsala söz vermişdi ki, qəşəng bir, super bir, normal bir bal yığsan, mən sənə bir gözəl bir notebook alacağam və bu günəm sən gəldin iComp'dan o notebooku əldə etmiş oldun. Super bir notebookdur. Deməli, Intel Core 7 prosesorundandır, 14-cü nəsildir özdə. 16 GB operativ yaddaşdır, 1 TB M2 sürətli SSD-si var və video kartası 8 GB RTX 5050. Belə bir notebook alındı sənin üçün, xeyirli olsun. Məncə bu sənin həm təhsildə də, eyni vaxtda oyunları da bəs eləyəcək. Yarı yolda qoymaz. Yarı yolda qoymaz. Amma ildə bir dəfə təmizlətilmək şərtindən. Rəsmi bir il zəmanəti də var və Windows əməliyyat sistemindən ki, Office paketində biz pulsuz yazırıq bütün müştərilərimizə və gaming mouse da hədiyyə veririk. Vüsal, bu videonu izləyən çox insanlar var ki, yəni bilirsən ki, onların notebookları yoxdur, masaüstü kompüterləri yoxdur. Adət ənənə üzrə biz buradan da onlara nə arzulayaq? Arzulayaq ki, inşallah ki, onların da belə bir notebook olsun, istədikləri. Ən azından belə bir notebookları olsun və yaxud masaüstü kompüterləri olsun, iComp'da alsınlar. Sən fəxr olması bir gəncsən, Vüsal. Şad oldum sənə tanış olmağa. İndiki dövrümüzdə əziyyət çəkib, o məqsədlərinə gedən insanlar çox azdır. Belə bir gənclər azdır. Sizin kimi gənclər həqiqətən də bizim millətimizə də, dövlətimizə də lazımdır, yararlıdır. Ümid edirəm ki, gələcək planlarında da maksimum dərəcədə nə məqsəd qoysan qarşına, o məqsədə çatacaqsan. Bir daha xeyirli olsun. Sağ ol. Hər birinizə ən gözəl şeylərin ən yaxşısını arzuluyuruq. Vüsal üçün də xeyirli olsun. Sahib olmayanlar da iComp'dan belə bir notebook qismət olsun deyək. Sağ olun.